ki, Davos forumu çərçivəsində Trump-Zelenski görüşü baş tutdu. Trump'ın xüsusi nümayəndələri Steve Witkoff və Kushner isə Moskvada Rusiya prezidenti Putinlə görüşdü. Təbii ki, görüşün məqsədi Rusiya ilə Ukrayna arasında razılaşmanın əldə edilməsidir. Bununla bağlı həm Rusiya, həm də Ukrayna tərəfin mövqeyini çatdırdıq az öncə. Proseslər Azərbaycanda da yaxından izlənilir və bu görüşlərlə bağlı yerli ekspertlərin də mövqeyini öyrənməyə çalışacağıq. Orta gündə birbaşa canlı bağlantıda siyasi şərhçi Müşfiq Abdulladır və detalları ondan soruşmağa çalışacağıq. Salam Müşfiq müəllim, xoş gördük sizi. Salam Sinanım. Müşfiq müəllim, Trump-Zelenski görüşünü, Witkoff, Kushner və Putin görüşünü konstruktiv hesab etmək olar mı? Ümumiyyətlə, bu görüşlə bağlı fikirlərinizi almaq istəyirdik. Öncə ABŞ prezidenti Donald Trump, Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşündə bir müsbət mesaj verdi və bildirdi ki, görüş çox yaxşı keçdi. Və ondan əvvəl də daha bir müsbət mesaj səsləndirmişdi Donald Trump və yaxın zamanlarda daha bir münaqişənin həllinə nail olacağını söyləmişdi. Və onun bu açıqlamaları bir növ tezliklə Ukrayna münaqişəsinin həlli istiqamətində müsbət addımların olacağını qənaətini yaradırdı. Və ümumiyyətlə onun Zelenski ilə görüşündən bir razılıqla ayrılması belə bir rəy yaratdı ki, artıq ABŞ və Ukrayna arasında razılaşdırılmış bir sənəd var. Və çox güman ki, bu sənəd əvvəllər müzakirə olunmuş və kompromis varianta gəlinmiş 20 bəndlik sülh təkliflər, sülh sənədidir, yəni yol xəritəsidir daha dəqiq desək. Və çox güman ki, Amerika prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff və kürəkəni Jared Kushner Ukrayna nümayəndə heyətindən bunu görüşü müzakirə etdikdən sonra həmin sənədi Rusiya tərəfi ilə müzakirə etmək və qarşı tərəfi rəyini almaq üçün Moskva yola düşürlər və orada Vladimir Putinlə 4 saat davam edən görüşdə də məhz həmin təkliflər müzakirə olunur. Lakin Rusiyanın Əbu Dabidə indi gözlənilən görüşün müsbət nəticələnməsi Rusiyanın həmin sənədə münasibətindən, reaksiyasından asılı olacaq. Onu deyim ki, hər iki tərəf əslində, həm Ukrayna, həm Rusiya artıq razılaşmaya hazır olduqlarına dair mesajlar verirlər, amma bu razılaşma nədən ibarət olacaq? Bu sülh razılaşması olacaq, yoxsa atəşkəs olacaq, hələ dəqiq bilinmir. İkincisi, burada əsas məqam Rusiyanın ərazi iddialarında nə qədər güzəştə getməsi sualıdır. Ümumilikdə mən hesab edirəm ki, çox güman ki, təkliflər paketinin son variantında, yəni Ukrayna və Amerika arasında müzakirə olunan son variantında müəyyən qədər də Rusiyanın maraqları nəzərə alınıb və ortaq bir kompromis, yeni variant, yeni sənəd təklif hazırlanıb. Amma burada Rusiya üçün əsas məsələ ərazi məsələsidir. Ərazi məsələsində Rusiyanın nə qədər güzəştə getməsi bu sülhün reallaşmasına kömək edə bilər. Bu baxımdan da Ukrayna prezidenti bildirib ki, Əbu Dabidə əsas müzakirə olunacaq məsələ Donbas məsələsidir. Əldə olunan məlumatlara görə Donbasla bağlı yeni bir variant deməli təklif olunur. Donbasda həm nə Ukrayna qoşunları qalır, nə Rusiya qoşunları qalır, həm hamı çıxır və amma onun gələcək statusu qeyri-müəyyəndir. Lakin burada maraqlı məqamlı ondan ibarət Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlaması göstərir ki, Rusiya bu təkliflər paketinə heç də o qədər isti baxmayıb. Yuri Uşakov bildirir ki, bu ərazi məsələsi Ankorişdə əldə olunmuş razılaşmalar üzrə həll olunmalıdır. Əks təqdirdə bunun heç bir uzun müddətli razılaşmadan danışmağa dəyməz. Bu isə o deməkdir ki, Rusiya tərəfi hesab edir ki, Alyaskada Amerika və Rusiya prezidentləri arasında ərazi məsələlərinin həllinə dair əldə olunmuş razılaşma, yəni Rusiya konkret desək 28 bəndli həmin təkliflər paketinə qayıdır, ilkin varianta
Rusiyanın maraqlarına uyğun həllini tapmalıdır. Əks təqdirdə heç bir razılaşmadan söhbət gedə bilməz. Ona görə də Əbu-Dabi bu isə Əbu-Dabi danışıqlarının gələcək nəticələrini bəri başdan şübhə altına alır. Hər halda tərəflər son 3 ildə ilk dəfə olaraq üzbəüz oturub danışacaqlar və ehtimal olunur ki, Ukrayna tərəfi həmin görüşdə Rusiya enerji obyektlərinin vurulmamasına dair bir atəşkəs təklifi verəcək. Əgər Rusiya bunu qəbul edərsə, Ukraynada yəqin ki, Rusiyanın enerji infrastrukturunu, xüsusilə də neft ayırma zavodlarında, neft terminallarını vurmamaq barədə bir öhdəlik götürə bilər, bir sənəd imzalaya bilər. Burada digər ikinci məsələ Ukrayna üçün vacib olan məsələ Ukraynanın təhlükəsizliyinə zəmanət məsələsidir. Yəni, Ukrayna Amerika Birləşmiş Ştatlarından zəmanət istəyir, amma bu zəmanətin mexanizmləri var. Tərəflər ortaq məxrəcə gəlmişdilər və xeyli irəliləyiş əldə olmuşdur, amma bu hələ yarımçıq qalır. Ona görə də hesab edirəm ki, bu məsələdə konkret nəticəyə gəlinməlidir və Ukrayna ona görə mən bu baxımdan düşünürəm ki, Ukrayna bu məsələ təhlükəsizlik zəmanəti məsələsində Amerika Birləşmiş Ştatlarından daha çox Avropaya güvənir. Çünki heç bir zəmanət yoxdur ki, bugün Avropanın təhlükəsizliyini təmin etməkdən imtina edən Amerika Birləşmiş Ştatları nə vaxtsa gələcəkdə Ukraynaya qarşı da eyni davranışı nümayiş etdirməyə bilər və Ukraynanın da təhlükəsizliyin təminatına dair öhdəlikləri yerinə yetirməyə bilər. Aydın oldu. Bax, bu baxımdan hesab edirəm ki, NATO'nun baş katibi Mark Rutte'nin biz Ukraynaya danışıqları dəstəkləyirik, danışıqlar gözəldir, alqışlayırıq deməklə yanaşı biz Ukraynaya silah satacağıq, silah satmaqda davam edəcək deməsi onu göstərir ki, Avropa Ukrayna məsələsində Trumpa güvənmir və bu baxımdan Ukraynanın təhlükəsizliyinə özünün təhlükəsizliyi kimi baxır. Ona görə də çox güman ki, Avropa bu məsələdə Ukraynaya dəstəyi davam etdirəcək. Bu isə regionda eskalasiya riskinin sülh imkanlarından daha çox olduğunu göstərir. Eyni zamanda Davosdakı çıxışı zamanı Ukrayna prezidentinin Avropa liderlərinə müraciəti də göstərir ki, onları konkret hərəkət etməyə, əməli işə keçməyə çağırışı göstərir ki, o təhlükəsizlik məsələsində Trumpdan daha çox Avropa liderlərinə güvənir. Aydın oldu. Çox sağ olun, təşəkkür edirəm Müşfiq müəllim. Qeyd edim ki, bizimlə birbaşa bağlantıda siyasi şərhçi Müşfiq Abdullah idi və biz Trump, Zelenski, Uitkov, Kuşner, eyni zamanda Putin görüşünü müzakirə etdik.